Aparıcı Vüsalə Əlizadə məktəb dərsliklərinin çoxluğundan və çantaların ağırlığından şikayətlənib. Axşamaz xəbər verir ki, o qızı Diləyin çantasında olan dərslikləri sosial şəbəkədə paylaşaraq təhsil sisteminin dəyişməsini istəyib. Uşaq məktəbdən sonra evə 2 qat gəlib. Bilirəm ki, çox valideyn və uşaqların problemidir. Valla, ürəyim dözmədi. Sizdə də vəziyyət belədirmi? Uşaq qapıdan içəri girdi. Gördüm ki, vəziyyəti çox pisdir. Dedim ki, çantanı aç, görüm içində nə var. Bəlkə sinif yoldaşlarına nəyisə göstərmək üçün əlavə şeylər aparıb. Hər dərsin 3 kitabı və 3 dəftəri var. Bu uşaqlar zülm çəkir. Bizim dövrdə bir dərslik və bir dəftərimiz var idi. Kitabların çoxluğu uşaqların yaxşı oxuması və ağıllı olması demək deyil. Hər dəfə də müəllimlər tələb edir ki, niyə filan dəftəri gətirməmisən? Müasir dövrdəyik, kaş ki bunları kompüterləşdirsinlər. Uşaqlara planşet verək, bütün proqramlar onun içində olsun və dərsə onunla gedib gəlsinlər. Bu uşaqlar yazıqdır axı. Dilək hər gün deyir ki, boynum, belim ağrıyır. Kaş ki bu təhsil sistemi dəyişsin. Uşaqlar çox ağır çantalar daşıyır. Onların bədən strukturu dəyişir. Onurğasında problem yaranır. Bu təhlükəli gələcək deməkdir. Kaş ki təhsil sistemində bu fikrimizi dəstəkləyənlər olsun. Bu zülm, müsibət olmaz. Biz başı dolu, savadlı, amma şikəst uşaqlar istəmirik. Uşaqların sağlamlığı daha önəmlidir.